Belə ot bıçaq almışam yeni. Motobloku qoşulmaq üçündür bu. Böyle özüm yığdım, sökül vəziyyətdəydi. Qıraqları açıq idi, bunlar açıq idi. O yadımdan çıxdı göstərdim. Bunların içində yağ az olur. Mən çox vurdum. Nədə o belə yağ. Qabda yağ aldım. Böyle yağ. Bunlarda şəstirmələr vardı. Allah hamısı doldurdum yağla. Lap az idi, biraz sürtüblər su. Burada bu hissələrdə sökük olur da, kim alsa biləcək də. Belə işləyir. Bıçaqları belə də bilmirəm. Bunları itələtdirərəm biraz. Ya deyirlər değişsən yaxşıdır, bilmirəm. Taxsam, bəlkə başqa bıçaqlar qoydum buna. Deyirlər satılır da əlavə. Evet. Ya bu otobloku qoşacağım da. Obusunu qoşa bilməyəcəm. O dizelli olanı. Orada bu kəlləsi başqa cürdür. Kəlləsi başqa cürdür. Onun şəklini də qoyarım. Ama burada ona razmıydı. Sadəcə bu düz gəlmirdi bura. Biz bunlar qıraqlarını böyütdü. Deşiklərin yerini biraz böyütdü. Bu deşikləri. Ben bunu biraz qırağına bir tokurla düzəltdirdim. Evet şimdi. Qoşub yoxlayacağım ben. Böyle necə işləyir. Nələ bilmirəm bu. Dal xodla sürəndə işləyir, ya qabağa gedəndə işləyir. Mən onu bilmirəm. Yoxlayacağım. Məlumat verəcəm. Burada çoxdan paylaşmışdım. Bu çox az işlənibdir. Ne olar ki heç üst-üstə 10 saat işləyib yaşlanıb. Biz qalmaqdan toz torpaq basıb onu. Çox az işləyib. İki skor üstüdür. Sərfənin ölçüsü 10 at gücüdür. Benzindir. Şimdi bağlayayım onu. Məlumat verəcəm. Benim o şponkasını bitirmişəm, Zavatskoy şponkasını. Bundan kestim. Koydum onu. Ne kadar işləyər də. Özünkini itirmiş. Böyle ot bıçağını bağlamışam. Bağlandı bura. Boltun biri bağlanmadı. Bağlanan prosto burada çok yaxındır teşərə. Yəqin böyük çaxlardır bunlar. Gərək o motoblokun çarxını bağlayayım buna. Balaca çaxları var. Çox enlidir, bilmirəm. O bir çayı sala bilərəm.
Bu şayvalar var. Bunlar belki çıxartsam. Ama ya deşik düz gəlməyəcək. Çox yaxındır. Buradan yaxşıdır. Ama o tərəfdən çox yaxındır. Görünmür. Hele koştum işləyir. Postiniz işləməyə xoşuma gəlmir. Mesela neyse düz koşmamışam ya düz koşulmayıb nesə bilmirəm. Bunu geri ustaya müraciət edeyim. Hələ bir dəmiri sürtür. Onun da rolunu fırlattım arkaya. Burada deyəm sürməyim də. Əslində belə olmalı. Rolu fırlatmışam belə dala. Kapalı zadı da çıxartdım. Kimi şəhətçılıq eləyirdi. Yəni buraya cəhələdim ki, bundan sonra buraya ustaya müraciət etmək lazım. Ola bilsin neysə düz qoşmamışam. Yəni bəlkə də belə işləməlidir. Heç ses xoşuma gəlmir. Həm də çox bərk işləyir. Gərək əlim də muftada olsun. Xalastoyda da işləyir. Yəni muftanın gərək bilməm bəlkə də belə olmalıdır. Gərək bilən adamla məsləhətləşeyim. Görüm necə olacaq. O belə qutarı da demək olar hər şey qoşulub. Burada reqrafka eləmək olur da aşağı yuxarı eləmək olur onu. Belə. Hələlik bu qədər.